Hayatımda bir şey müşahidə etdim. Özümə nəyəsə sahib olmağa icazə verən kimi bu dərhal həyatımda baş verirdi. Dərhal alınırdı. Bu çox güclü bir mexanizmdir. Əgər bunu indi dərk etsən, doğrudan da həyatını dəyişə bilərsən. Həyatını dəyişə bilən mexanizmdir. Ziyaddan bir metafora var. Bir uşaq gəlib attraksiyonlarda ürəyincə sürüşməyə başlayır. Hər şey ona olar kimi davranıb, heç bir məhdudiyyət yoxdur kimi davranıb. Sonra qaydanda digər uşaqlar soruşurlar. Necə etdin? Səni necə buraxdılar? Səndə necə alındı? Uşaq çox sadə cavab verir. Nəzarətçi ona demişdi. De görüm niyə səni buraxmalıyam? Niyə bu qapını sənə açmalıyam? Uşaq cavab vermişdi. Elə biləm, istəyirəm ki, siz məni buraxasınız. Nəzarətçi demişdi, yaxşı cavabdır, keç. Başa düşdünüz? Yəni sən istədiyin şeyə sahib olmaq haqqına maliksən. Heç bir səbəb olmadan, heç bir izah vermədən. Heç kim sənə nəyəsə sahib olmağa icazə vermək məcburiyyətində deyil. Sən özün özünə icazə ver. Məsələn, mən istəyirəm və get götür. İstəyirsənsə, sən gedib götürəcəksən o şeyi. Sadəcə ona görə ki, sən istəyirsən. İndi isə insanların həqiqətən istədiklərini əldə etməsinə mane olan ən çox yayılmış 3 qorxu haqqında danışacağam. Birinci qorxu bu başqalarının fikridir. Arzu tutanda düşünürsən, birdən məni qınayarlar. Birdən deyərlər ki, bu nə istəyir? Bu kimi qorxu. Ətrafdakıların fikri çox güclü bir qorxudur. İkinci qorxu, özün olmaq qorxusu. Bir həqiqət var, biz özümüzdən qorxuruq. Özümüzə etiraf etməkdən qorxuruq ki, biz əslində kimi və nə istəyirik. Məsələn, əgər sən ev yığışdırmağı sevmirsənsə, bunu etiraf etməkdən qorxursan ki, mən yığışdırmağı sevmirəm, mən səliqəli deyiləm. Çünki cəmiyyətdə belə qəbul olunub, səliqəli olmaq yaxşıdır, səliqəsiz olmaq pisdir və sən özünü gizlədirsən. Halbuki həyatda uğur və xoşbəxtlik məhz özün kimi olduğunu qəbul etməyin arxasında gizlənir. Bəli, mən beləyəm, bəli, mən özümü bu cür sevirəm, bu özünə sevgidir, bu özünə güvəndir. Özünə sevgi mövzusunun üzərində ayrıca işləmək lazımdır. Bu başqa bir temadır. Qorxuya qaldısa, qorxunun üstündən get, qorxunun içindən get. Sən blog açsaydın, Instagramda, TikTokda və yaxud da YouTube'da, qorxu ilk öncə qorxu olur. Amma 10-cu yazından sonra, 10-cu postundan sonra qorxu azalır, sonra isə tamamilə yox olur. YouTube'da video çəkmədən əvvəl qorxuludur. Kamera qorxusu, özünü ekranda görmək qorxusu, özünə inamsızlıq. Özünə icazə ver özün olmağa. Qorxunun içindən get, qorxunun üstündən get, içindən gir. Əgər arzun özün olmağa icazə verməklə bağlıdırsa, əgər cəmiyyət səni anlamasa belə, yenə də öz istədiyini arzu et. Çünki həqiqət budur, sən özünü qəbul edəndə cəmiyyət də səni avtomatik qəbul edir. Əgər sən özünü qəbul etsən, özün olmağa icazə versən, cəmiyyət təkcə səni qəbul etməyəcək. Səni kürsüyə də qaldıracaq. Çünki sən fərqlisən, kütlənin arxasınca getməyən birisisən. Özünə de, bəli, mən beləyəm, yaşayam, ya pisəm, fərqi yoxdur. Mən beləyəm, bu mənim fərqliliyimdir, fərqliliyimdir. Özünü başqalarının qınağına baxmayaraq qəbul et. Adətən özünü göstərən insanlara ya həsəd aparırlar, ya da heyran olurlar. Ona görə də özün olmaqdan qorxma. Üçüncü qorxu, bəs kainat mənim arzumun öhdəsindən gələ biləcəkmi? Bəli, belə bir qorxu var. Bəlkə də səndə belə bir fikir yaranıb, arzum çox böyükdür. Bunun heç bir yolu çıxışı yoxdur. Bu arzu həyata keçə bilməz. Kainat bunu necə etsin axı? Mənim cavabım birdir. Öz təcrübəmdən deyirəm, kainat hər şeyi verə bilər, tamamilə hər şeyi. O elə gedişlər, elə çıxış yolları qura bilər ki, bu baş verəndə biz deyərik ki, bunu ağlımızın ucundan belə keçirə bilməzdik. Bu nətər oldu, bu necə oldu axı? Hadisələr elə cür baş verə bilər ki, sən bunu xəyalında belə canlandıra bilməzdin. Sevdiyin həyat yoldaşını evdə otura-otura tanıya bilərsən, doğrudan da. Özü gələ bilər. Və ya bir il evdən çıxmazsan, amma bir gün cəmi 5 dəqiqəlik çölə çıxarsan və onu orada tanıyarsan. Hər şey mümkündür. Sən sadəcə seçim et. Qalanını kainat özü yoluna qoyacaq. Necə deyə düşünmə. Bunun üzərində baş sındırma. Sadəcə bunu düşün. Kainat hər şeyə qadirdir. Onun sonsuz gücü var. Kainata tam etibar et. Arzu tutanda, seçim edəndə heç vaxt fikirləşmə ki, bu arzu çətindir, bu real deyil. Hər şey mümkündür. Sadəcə yaz. Mən bunu doğrudan da istəyirəm. Mən bunu belə görmək istəyirəm həyatımda və salam. Hətta arzun başqa insanlarla bağlı olsa belə, onlar sənin niyyətinə uyğun dəyişəcəklər. Hava şəraiti uyğunlaşacaq, iqtisadiyyat uyğunlaşacaq, şərait uyğunlaşacaq. Hamı və hər şey sənin arzunun gerçəkləşməsi üçün uyğunlaşacaq. Hətta qanunlar belə uyğunlaşa bilər. Məsələn, hamıya viza vermədilər, amma sənə verdilər. Sən deyə bilərsən ki, bu təsadüfdür, amma bu təsadüf deyil. Viza elə belə verilmir. Bir də mən layiq deyiləm qorxusu. Belə bir qorxu var. Mən layiq deyiləm. Hər kəsə olar, amma mənə yox. Məsələn, bir qadın əmindir ki, o varlı bir kişiyə layiq deyil və deyir, mən varlı kişiyə arzulamayacağam, çünki mən sadə biriyəm, kənddənəm, heç nə görməmişəm, mənə sadə işləyən bir kişi də bəs edir. Amma ürəyinin dərinliyində istəmir bu sadə kişini. Çünki onun içində gözəl şeylərə meylliliyi var, bolluğa, rahatlığa istəyi var, pula var, dövlətə, lakşeri həyata, daha geniş bir həyata can atma var. Amma sən istənilən seçimi edə bilərsən. Sadəcə de, mən bunu istəyirəm və izah etməyə məcbur deyilsən. Niyə istədiyini sübut etməli deyilsən. Haqq qazandırmamalısan. Sadəcə istəyirəm və salam. Əgər arzu başqa insanlarla bağlıdırsa, fiziki səviyyədə heç nə etməyə ehtiyac yoxdur. Kimisə nəyəsə məcbur etmək, kiməsə nəsə sübut etmək, kimisə dəyişməyə çalışmaq. Bunlar lazım deyil.
İnsanlar özləri dəyişəcək, ətrafındakı dünya yenidən düzələcək. Açar sözü də ki, budur. Bütün kainat sənin arzularına uyğunlaşacaq. Bax, bunu unutmayın. Bütün kainat sənin arzularına uyğunlaşacaq. İnsanlar da, iqtisadiyyat da, şərait da. Əgər sən seçimini həqiqətən qəbul etsən, əgər niyyətin daxildən sabitləşsə, yəni niyyətin bəlli olsa, məhz belə də olacaq. Bu nəzəriyyə deyil, bu mexanizmdir. Elə də baş verir. Məsələn, xaricdə yaşamaq arzusu. Əgər siz xaricdə yaşamaq istəyirsinizsə, bunu çox sadə şəkildə yaza bilərsiniz. Biz ailəmizin hamısı ilə birlikdə xaricdə xoşbəxt yaşayırıq. Bütün ailəm bu haldan çox razıdır. Ailəmizin hər bir üzvü bunu ürəkdən istəyir və bu hamımız üçün xeyirlidir. Mən çox belə nümunələr görmüşəm ki, bu həqiqətən işləyir. Hətta əvvəllər yaxınlarınız xaricdə yaşamağa qarşı olsalar belə zamanla özləri dəyişiblər, tədricən və ən maraqlısı heç bir söhbət aparılmadan, fiziki həyatda heç bir addım atmadan, nəsə söhbət aparılmadan, yəni ki, real həyatda insanlar özləri dəyişirlər. Çünki dəyişən ilk növbədə sizin daxili hissiniz, şüurunuz, enerji vəziyyətinizdir. Sonra isə insanlar dəyişir, hadisələr dəyişir, hər şey avtomatik baş verir. Dünya sadəcə güzgüdür. Bugünün tapşırığı afirmasiyadır. Afirmasiyanı daim təkrarlamaq lazımdır. Onun forması belədir. Mən özümə icazə verirəm və arzunuzun qısa forması, nümunələr. Mən özümə evli olmağa icazə verirəm, mən özümə bu vəzifəni almağa icazə verirəm, mən özümə milyon manat, nə bilim, milyon dollar sahibi olmağa icazə verirəm, mən özümə bu maşını almağa icazə verirəm, mən özümə hədiyyə almağa icazə verirəm, mən özümə sağalmağa icazə verirəm, mən özümə təmiz dəriyə sahib olmağa icazə verirəm, mən ürəyimə sağlam olmağa icazə verirəm, mən gözlərimə yaxşı görməyə icazə verirəm və s. ilahir. Bunları özünüzə uyğunlaşdırın, davamını öz arzunuza görə qurun. Necə təkrarlamaq lazımdır? Bu afirmasiyanı demək olar ki, bütün gün təkrarlayın. Mağazaya gedəndə, yolda, evdə, istənilən anda. Daxilinizdə deyin, mən özümə milyon dollar sahibi olmağa icazə verirəm. Mən özümə milyon manat sahibi olmağa icazə verirəm. Mən özümə milyon dollar 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 sahibi olmağa icazə verirəm. 24 saat bunu deyib gəzirsiniz. Nə baş verəcək? Təkrarladıkca siz qəribə yeni hisslər tutmağa başlayacaqsınız. Diqqət edin. Bədəndəki hisslərə, daxili vəziyyətdə şuurda olan dəyişikliklərə. Sanki siz şuuraltınızla dialoq qurursunuz və şuuraltı sanki cavab verir. Doğrudan da icazə verirsən, həqiqətən istəyirsən bunu. Doğrudan icazə verirsən ki, milyon dolların olsun, icazə verirsən ki, evli olasan, doğrudan icazə verirsən ki, sağlam olasan və içərində belə bir hiss yaranır. Vay, necə də gözəldir. Beynində направлениyanın, hərəkətin dəyişməyini hiss edəcəksən. Sanki şuur yenidən tənzimlənir. Afirmasiya kompleks şəklində çox güclü işləyir. Bunu yəni iki formada deyə bilərsiniz. Mənə olar milyon dollar sahibi olmaq və yaxud da mən özümə icazə verirəm milyon dolların sahibi olum. Desəniz iki afirmasiyanı da deyə bilərsiniz. Mənə olar, mən özümə icazə verirəm. Ən vacib fikir. Düşünün, sizin arzunuzun həyata keçməsi dünyaya nə qədər xeyir gətirəcək. Bu təkcə sizin üçün deyil, bu daha böyük bir yaxşılıqdır və siz buna icazə verirsiniz.